Salam, hər vaxtınız xeyir. Mən bu gün sizə Oracle SQL-də bu 4 sualı həlli yolunu sizə yazıb göstərəcəm. Deməli, burada birinci sualın şərtindən başlayaq. Birinci sualda verilib ki, employee cədvəlində əməkdaşların employee ID, first name, last name, email və salary məlumatlarını ekrana çıxarın. First name, last name sütunlarının dəyərləri böyük hərflərlə, email sütununun dəyərləri isə ilk simvol böyük, qalan simvollar isə balaca hərflərlə əks olunsun. Bunun üçün biz yazırıq select, yəni cədvəlimizdə seçdiyimiz select seçmək və selectdə əvvəlcə bütün cədvəl məlumatlarını ekrana çıxarmaq istəyirik. Ulduz, yəni ulduz, burada ulduz yazıb, yəni cədvəlimizin bütün məlumatlarını ekranda göstərmək istəyirəm. Bunun üçün select ulduz from employees və gördüyünüz kimi 107 sətirlik belə bir employee cədvəlimizi ekrana çıxarmış oluram. Və bizə verilən şərtlər daxilində bir kod yazmağımız üçün əvvəlcə bu select ulduz from employees yox, select verilən şərt daxilində first name və last name sütunlarının dəyərlərini böyük hərfə çevirmək üçün biz upper operatorundan istifadə edirik və yazırıq upper first name alias bu yazdığımız alias yəni sütun başlığının adını dəyişmək üçün istifadə olunur. Yəni bir növ belə from employees yazımını. Yəni burada first name görsəndir. Çünki aliasa görə. Amma aliaslı sildiyimiz zaman isə upper first name. Yəni belə bir sütun başlığı istəmərik. Və yaxud da biz alias tutaq ki, yazım ad. Gördüyünüz kimi ad. Burada belə görsəndir. Amma ad soyad yazdığımız vaxt bu xəta verəcək. Çünki alias arada boşluq olan belə dəyərləri qəbul eləmir. Bunu ya altdan fəth vasitəsilə tanıyır, ya da ki ən yaxşı variantda dırnaq içərisində. Yəni bu dəyərlər dırnaq içərisində yazıldıqda alias bunu tanıyır. Bizə hələlik ad soyad deyə bir sütun adına ehtiyac olmadığı üçün olduğu kimi first name yazırıq. First name. Və gördüyünüz kimi first name sütun başlığını qəbul edir. Və last name sütununa da hərflərinin, dəyərlərinin bütün hamısını böyük hərflərə çevirmək üçün yenə biz upper operatorundan istifadə edirik. Emaildə isə birinci hərfin böyük, digərlərinin kiçik olması üçün biz endcap'dan istifadə edirik. Və salary heç bir şərt verilmədiyi üçün salary olduğu kimi qəbul olunur. Və gördüyünüz kimi first name, last name, email, salary. First name böyük, bütün dəyərləri, last name bütün dəyərləri böyük, emaildə isə birinci hərfi böyük, digər dəyərləri, yəni hərfləri kiçik. Salaryda olduğu kimi. Və ikinci sualda. İkinci sualda belə bir şərt verilib ki, country cədvəlinin bütün sütunların məlumatlarını ekrana çıxar. Bunun üçün yazırıq select ulduz from countries gördüyünüz kimi country ID, country name, region ID.
Bizə bu verilən şərti yazmaq üçün, yəni kontra ID sütununun dəyərləri balaca hərflərlə əks olunmağı üçün biz hələ ki bulucu silirik və biz lower operatorundan istifadə edirik. Yəni lower operatoru da bütün dəyərləri kiçik hərflərə çevirmək üçün. Lower alias növbəti country name və region ID. Və gördüyünüz kimi country ID bütün hərflər kiçik, country name və region ID. Üçüncü sualda verilib ki, employee cədvəlində əməkdaşların employee ID, first name, last name, email və salar məlumatlarını ekrana çıxarın. First name və last name sütunlarının dəyərləri arasında bir boşluq probel ilə birləşdirilərək əks olunsun. Bunun üçün biz əvvəlcə select employee ID, yəni employee ID sütunu birinci istəyib bizdən, sonra first name, last name və first name və last name ilə sonra biz full name yazaq. Yəni first name və last name sütunlarının dəyərləri arasında bir boşluq istəyib. Yəni bunun üçün concatdan istifadə edirik. Concat və gördüyünüz kimi employee first name, last name və full name. Yəni first name və last name birləşməsində və aralarında bir boşluq probel, gördüyünüz kimi email və salary. Və belə. Email bütün hərfləri böyük bir vəziyyətdədir, yəni böyük görsənir. Bunu email bütün hərflərini kiçik hərflərə çevirmək üçün belə lower yazaq burada. Lower email mötərizənin içərisinə alırıq və alias email. Gördüyünüz kimi emaildə bütün hərflərini kiçik hərflərə çevirdik. Və dördüncü tapşırıqda. Dördüncü sualda deyilir ki, employee cədvəlində first name, last name, email, salar və phone number sütunlarının birlikdə simvollarının sayı 40-dan böyük olan əməkdaşların məlumatlarını ekrana çıxarın. Yəni bu birləşməyə biz şərt verməliyik ki, 40-dan bu simvolların sayı 40-dan böyükdürsə, o əməkdaşların məlumatları ekrana çıxsın. Bunun üçün biz yazırıq select ulduz bütün cədvəl biz ekrana çıxarırıq. Və bundan sonra biz şərt veririk, where ilə şərt veririk və uzunluğunu tapmaq üçün, yəni uzunluğunu 40-la müqayisə etmək üçün length şərtinə biz operatorundan istifadə edirik və onun daxilinə bütün bunların sütunları qeyd edirik və bunların birləşməsini istədiyi üçün bunları pipe vasitəsilə birləşdiririk.
Və gördüyünüz kimi təkcə simvol sayı 40-dan böyük olan əməkdaşların məlumatlarını ekrana çıxarmış oldum. Və bu qədər. Çox sağ olun. Təşəkkür edirəm.